Kesirik də buradan anar. Bir dənə nəzər atım gedək. Amma deyən neyinsən qoy cüvə. Satırsan özləri yeyirlər. Elə özün yeyinlə də ondan sonra. 1 manat pulla nə olacaq? Amma nəşə olmur. Qardaşım bir dəqiqə olarsan. Hə. Yəni zəhmət olmaz, söz soruşaq səndən. Nə olub? Qardaş bura nəzər atıb. Deyirəm ki, atma da onsuz da. Niyə atmasın? Yeyəcək. Kim yeyəcək ki? Yeyən yeyə də görən bilmirsən. Yox, sən məscidə gələnsən. Yox, gəlmirəm. Bax qardaşım, sən məscidə gələn deyilsən, məsciddəkiləri tanımırsan və onlar haqqında fikir irəli sürürsən. Bu nə dərəcədə məntiqlidir ki? Gələrsən məscidə inşallah ki, məscid əhlini tanıyarsan. Görərsən ki, məscidin nə qədər xərcləri var, hansı pul hara gedir, ondan sonra rahatlayarsan. Məsciddə qıraqdan baxanda onun xərclərinin ödənməyi çox asan görürsən. Amma doğrudan da gəlib orada namaz qılanda, məscid əhli olanda onun nə qədər xərcin olmağı tam aydın olur. Kesirik də buradan anar. Bir dənə nəzər atım gedək. Amma deyən neyinsən qoy cüvə. Satırsan özləri yeyirlər. Elə özün yeyinlə də ondan sonra. 1 manat pulla nə olacaq? Amma nəşə olmur. Qardaşım bir dəqiqə olarsan. Hə. Yəni zəhmət olmaz, söz soruşaq səndən. Nə olub? Qardaş bura nəzər atıb. Deyirəm ki, atma da onsuz da. Niyə atmasın? Yeyəcək. Kim yeyəcək ki? Yeyən yeyə də görən bilmirsən. Yox, sən məscidə gələnsən. Yox, gəlmirəm. Bax qardaşım, sən məscidə gələn deyilsən, məsciddəkiləri tanımırsan və onlar haqqında fikir irəli sürürsən. Bu nə dərəcədə məntiqlidir ki? Gələrsən məscidə inşallah ki, məscid əhlini tanıyarsan. Görərsən ki, məscidin nə qədər xərcləri var, hansı pul hara gedir, ondan sonra rahatlayarsan. Məsciddə qıraqdan baxanda onun xərclərinin ödənməyi çox asan görürsən. Amma doğrudan da gəlib orada namaz qılanda, məscid əhli olanda onun nə qədər xərcin olmağı tam aydın olur.